Bu kitabı mütləq oxumalısınız. Salam əziz dinləyicilər. Bugün sizinlə İlber Ortaylı'nın İnsan Gələcəyini Necə Qurmalıdır kitabı haqqında danışacağım. İşgüzar ədəbiyyat üzrə mütəxəssis, bloger Sərxan Rüstəmovun növbəti tövsiyəsi. Tanınmış Türkiyəli tarixçi İlber Ortaylı bu kitabda özünü inşa etməyin yollarından danışır və 80-ə yaxın yaşı olan bu alim, bu tarixçi insan indiyə qədər oxuduğu bütün kitablardan, gəzdiyi səyahətlərindən öz təcrübələrini oxucuları ilə bölüşür. Kitab haqqında qısa məlumatdan sonra kitabdan çox bəyəndiyim və sizə də faydalı olacağını düşündüyüm hissələri sizinlə bölüşəcəm. İlber Ortaylı bu kitabda insanın həyatdakı məqsədini necə müəyyənləşdirməli, qarşısına hansı hədəfləri qoymalı, gələcəyini necə planlaşdırmalı, öz potensialından necə istifadə etməli olduğunu ətraflı izah edir. O, özümüzə hər gün verdiyimiz və cavabını tapmaqda çətinlik çəkdiyimiz sualları tarixdə iz qoymuş, böyük mütəfəkkirlərin, əsrlərin süzgəcindən keçən və minilliklərə meydan oxuyan qiymətli kəlamlarını da əlavə etməklə öz şəxsi təcrübəsinin və dərin biliklərinin işığında cavablandırıb. İnsan Gələcəyini Necə Qurmalıdır kitabı həyat təcrübəsini bölüşməyi özünə borc bilən bir intellektualın oxucularına yol göstərmək, özünü inşa etmək və cəmiyyəti ayağa qaldırmaq üçün Platon, Seneca, Siseron, Farabi kimi dahilərdən ilhamlanaraq və Yenal Bilgicinin suallarını cavablandıraraq təqdim etdiyi bələdçidir. Kitab bir növ qısa suallara uzun cavablar formatında bir sanki dialoq, müsahibə şəklində qələm alınıb. Burada kitabda Seneca'dan maraqlı bir sitat var. Seneca həyatın qısa olduğunu demir. Pis vərdişlərə sahib olanların, yaşamaqdan qorxanların və keçmişə ilişib qalanların onu qısaltdığını söyləyir. Yaxşı dəyərləndirsəniz, həyat da uzundur. Bəzən biz həyatın qısa olduğundan şikayətlənirik ki, əslində həyatın nə qədər dolu keçməsi, həyatın nə qədər uzun olması, nə qədər mənalı olması bizim onun içini nələrlə doldurduğumuzdan, bizim həyat tərzimizdən asılıdır. Daha sonra burada məşhurlardan, məsələn Atatürkdən, Sezardan, Nikolay Hartmandan və Balzacdan misal verilir ki, onlar ümumiyyətlə günləri necə dəyərləndiriblər. Həmin vaxtda 24 saat var idi, amma həmin vaxt elektrik yox idi, məsəl üçün bir çox keçmiş alimlərin dövründə. Şam işığında da çox oxumaq mümkün deyil idi. Bəs onlar necə bu qədər əsərlər yazırdılar, necə özlərini inkişaf etdirirdilər? Məsələn, Balzacdan misal var ki, Balzac qəhvəni çox sevirmiş, hətta o qəhvəni kasa ilə içirmiş deyilənə görə. Mark Avrel'dən maraqlı bir misal var. Mark Avreli insan ölməkdən deyil, yaşamağa heç başlamamaqdan qorxmalıdır. Həyat sizi gözləməz, siz də həyatı gözlətməməlisiniz. Sonra burada Freyddən maraqlı bir misal var, mənim çox xoşuma gəlmişdi bu. Sigmund Freyd Don Quixote-u orijinaldan oxuya bilmək üçün dostu ilə birlikdə İspanca öyrənib, orijinaldan oxumaq üçün. Biz amma məsəl üçün çox önəmli olan həyatımızdakı işimizdə, karyeramızda bizi irəli apara biləcək adi ikinci dili belə öyrənməkdə bəzən çətinlik çəkirik. Uğurun təməlində natamamlıq, tam olmamışlıq duyğusu yatır. Uğurun ölçüsü oldum deməməkdir. Yəni bir insan ki, hər şey bilirəm, onsuz da oxumuşam, bildiyimiz şeylərdir deyirsə, o insanın inkişafında bir dayanma var deməkdir. Artıq o insan bir göl kimi durğunlaşıb və inkişafının qarşısını, öz-özünün inkişafının qarşısını alıbdır. Çünki mən oldum demək çox təhlükəlidir. Axtarış hər zaman davam etməlidir. Və kitabın çox sevdiyim yönlərindən birisi də kitabın müəyyən səhifələrində tez-tez İlber Ortaylıdan əsər tövsiyələridir. Məsəl üçün 20 klassik əsər tövsiyəsi var. Oxunacaq səyahətnamələr tövsiyəsi var. Osmanlı tarixi ilə bağlı oxunacaq kitablar, dünya səyahətnaməsinə bağlı oxunacaq kitablar, hətta İstanbulda səyahət edəcəksinizsə hansı yerləri mütləq gəzməlisiniz? Onların belə deyək ki, siyahısı var. Ümumiyyətlə İlber Ortaylı həm də tarixçi olmaqla yaxşı səyyahdır, yəni yaxşı səyahəti bilən, ölkələri gəzən bir insandır. Və o bir dəfə Azərbaycana imza saatına gələndə qısa bir dialoqumuz olmuşdu. Mən o yaşındakı bir insanın, o yaşlı bir insanın hələdəncə öyrənmək sevgisi ilə dolub daşdığını hiss eləmişdim. O, biz imza saatı idi, məndən bu kitab mağazasının adının mənasını soruşdu. Məsələn, Libraf mənası nədir dedi. Mən onu izah elədim, başladı əlavə izahları özü verməyə. Yəni o insan onu belə öyrənmək ehtiyacı duyur. Yəni öyrənmək əzmini, öyrənmə ehtiyacını heç vaxt dayandırmır. Təhsil həyatında ana-atanın mütləq təsirindən mümkün olduqca sürətli bir şəkildə erkən çıxmaq lazımdır. Təəssüf olsun ki, bizdə ana-ata uşağı qəbir həyatına qədər izləyir. Məsəl üçün, mən hətta şahid olmuşam ki, yekə insandır, baxsan yekə 25 yaşlı bir oğlandır və ya da qızdır.
atası, anası iş müsahibəsinə gətirir. Yəni bu insan ki özü evdən çıxıb iş müsahibəsinə gələ bilmirsə, yəni bu ciddi bir valideynin problemidir də, uşaqdan çox valideynin problemidir. Yönləndirmə uşaqlıqda olacaq. Yekə kişini, yekə xanımı, valideyni iş görüşməsinə gətirməməlidir. Bir cəmiyyət olaraq bəzi dəyərlərini qoruya bilmirsə, o cəmiyyətin gələcəyi şübhə altındadır. Burada maraqlı dəyərlər haqqında İlber Ortaylı'nın çox gözəl toxunduğu məqamlar var. Hər kəs riyaziyyatı sevmək məcburiyyətində deyil, amma bilmək məcburiyyətindədir. Biz bəzən bunu da qarışdırırıq. İstəyirik ki, övladımız və ya ki özümüz hər şeyi sevək, özümüzü sevməyə məcbur edirik. Biz sevəcəyimiz və bilməli olduğumuz şeyləri fərqləndirə bilməliyik. Biz bəzi şeyləri sevəcəyik, bəzi şeyləri isə ehtiyacdan, məcburiyyətdən öyrənməliyik sadəcə olaraq. Riyaziyyat da bunlardan biri. Sən riyaziyyatçı olmasan belə, riyaziyyatdakı təməl şeylərdən məlumatlı olmalısan ki, həyatda sağ qala biləsən. Axmaq özünə heyran olan başqa bir axmaq tapar. Fərqli insanlar fərqli düşüncələrlə işləyə, bir mühitdə ola bilmək bacarığını özümüzdə inkişaf etdirmək lazımdır. Çünki insanlar zəif olanda, inkişafa bağlı olanda elə ətrafında özü kimi insanları toplayır, onlarla bir mühitdə işləyir və heç vaxt inkişaf edə bilmir. O adaptasiya nədir? Yəni fərqli mühitə düşüb özündən daha güclülərlə, özündən daha fərqli düşünən insanlarla birlikdə işləməkdir. Çünki fərqli düşüncələrdən ortaya daha yeni, daha maraqlı və kreativ ideyalar yaranır. Və burada maraqlı bir sitat verir İlber Ortaylı. Ruslarda belə bir yanaşma var. Bir gün professordan soruşurlar ki, mən intellektual olmaq üçün, elit təbəqəyə aid olmaq üçün nə etməliyəm? Təbii ki, bu təhsil mənasında söhbət gedir, maddi baxımdan yox. O deyir ki, 3 universitet oxumalısınız. O deyir ki, mən birisini bitirmişəm, tez ikincisinə başlayım. Yox deyir, söhbət sizdən getmir deyir. Sizin babanız, atanız və siz universitet oxumalısınız. Yəni bu da çox önəmlidir. Yəni bu təhsil məsələsində bir ənənənin olması. Yəni bunu bir ailədə, ali təhsil məsələsini həm oğlan övladlarımızda, həm qız övladlarımızda ali təhsil təməlini qoymalıyıq. Uşaq mütləq oxumalıdır, elmli olmalıdır. Burada Tolstoydan misal çəkir. Mənim çox sevdiyim bir sitatdır. İlber Ortaylı da bu misalı verir. Deyir ki, əlinizdəki işi buraxın, bir dayanın, ətrafa bir baxın, haradan gəlib, hara getdiyinizi bir düşünün. Yəni kənara səyahət, ətrafa baxın deyərkən əslində insan öz iş dünyasına həm də baxmalıdır. Mütaliənin dil öyrənmək kimi bir sistemlə edilməsini tövsiyə edirəm deyir İlber Ortaylı. Yəni necə gəldi oradan buradan oxumaq yox, daha sistemli şəkildə oxumaq və o da həmin formaları özü göstərir kitabında. Trotskidən misal verir. Deyir, Trotski həbsxanada olarkən ora başqa kitablar içəri keçirməyə icazə verilmirdi deyə. Sadəcə dua kitablarına icazə verilmiş. İncil tapır, Almanca İncil və İncilin əslini əzbər bildiyinə görə Almanca İncil vasitəsilə Alman dilini öyrənir həbsdə olarkən. Gör insan, yəni bu nəyə görə bu misal çəkir? Yəni ki, dil öyrənmək üçün həmişə bir imkan var. Xüsusən müasir dövrdə istər YouTube-da, istər müxtəlif platformalarda onlayn belə nə qədər əlimizin altında variantlar var. Və çox maraqlıdır ki, orada yaxşı SEO-ların qulağından uzaq İlber Ortaylı SEO-ları fironlarla müqayisə edir, Misir fironları ilə, yəni əməkdaşlarına qarşı biraz sərt olan SEO-ları. Və İlber Ortaylı görəsən sualının önəmindən danışır. Görəsən deməzsəniz düşünə bilməzsiniz. Renesans görəsən sualının tez-tez soruşulduğu bir çağdır. Yəni niyə, səbəbi, görəsən belə olmasaydı necə olardı? Bu səbəbdən də yeni fikirlərin ən çox inkişaf etdiyi bərəkətli bir mühit olmuşdur. Və kitabın ən sonunda çox maraqlı və təsirli bir hissə var. O hissə ilə bu kitabda yekunlaşdırmaq istəyirəm. Vətənini tanımayan, onu sevməyən insanın dünya vətəndaşlığı da, insansevərliyi də ya axmaqlığın təkrarladığı bir şüar, ya da çayxana riyakarlığıdır. Bunlarla birlikdə təbii ki, hər şeyə maraq göstərməlisiniz. Marağınız yoxdursa, içinizdə onu oyandırmağa çalışmalısınız. Heç nəyə maraq göstərməyən insanın təhsilinin də faydası yoxdur. Belə insanların pulunun da əhəmiyyəti yoxdur. Belə bir adam şuurlu şəkildə istehlak edə bilməz. Öz-özünü inşa etməyi də bacarmaz. Ümid etmək üçün, xəyal qurmaq üçün, yaxşı bir ömür yaşamaq üçün hamımıza lazım olan şey özümüzü inşa etməyi öyrənməkdir. Həyat deyilən körpüdən yalnız bu şəkildə keçə bilərik. Hələlik növbəti kitablarda görüşərik.